13-cü bölümü 19. 1 bölək 3-cü dərəcədən 2. Məxrəci irrasionallıqdan azad edəcəyik. Nə deməkdir bu? Kökdən azad edirik. Nədən azad edirik? Kökdən. Kökdən. Bu nətər azad edirsən? Bunu vurursan qoşuya. Düzdür uşaqlar? Bölümü 18-də çox rahat idi. Kök altda 2-ni, kök altda 2-yə vururuq. A-nı A-ya vururuq. Amma burada nətərdir? Baxın. Bunun qüvvəti neçədir? 1. 3-cü dərəcəyə vururam. Neçəyə vururam? Bəs içəridəki qüvvət necə olur? Buradan bunu çıxırsan. Başa düşdü? Bax belə. Burada qalır. 3-cü dərəcədən 2 kvadratda nə deyilir? 4. Bu ikisini vuranda bir kökün altda vururuq. 2 üstü 1 və 2 üstü neçə? 2. 3-cü dərəcədən 4. Bu da denə. 3-cü dərəcədən 2-ni 4-ə vuranda nə deyilir? 8. Problem var. 8-dən də 2 çıxır. Gördün, irrasionallıqdan qurtardı. Məxrəc kökdən azad olur. Aydın oldu. Aha. İndi bax tərəsmə. Fikir ver. 1 bölək kök altda 5-ci dərəcədən 2-nin kvadratı. Bunu vurarsan neçənci dərəcəyə? 2-nin kubu. Gördünüz elə? Bərabərdir. 5-ci dərəcədən 2-nin nəyi? Kubu. Bunlar ikisi də 5-ci dərəcədə, düzdür? 5-ci dərəcədən 2 üstü 2-ni 2 üstü nəyə vurarsan denə? Üsər. 5-ci dərəcədən 2 üstü neçə eləyir? 5. Bunlar ne olur birbiriyle? Gelir, qalır 2. Bu da 5'dir. 2'nin kubu da 50 neçə? Çatdır ha? Problem yoxdur. Aha. Məsələn, bunu qayda dəftərinə yazarıq. Qayda dəftərinə. İndi buradan nələr lazımdırsa onları qayda dəftərinə qeyd edirsiniz özünüz üçün. Kimə nə uyğundursa, kimə nə lazımdırsa, çox əsas gəlirsə ona, onları qayda dəftərinə qeyd edirsiniz. Baxın, kök altında 11-ci dərəcədən 3 üstü 7-nin qoşması. Nədir bunun qoşması uşaqlar? Nəyə vursaq o azad olurdu? 11-ci dərəcə, Lalə, buradasan. 11-ci dərəcə sonra 3 üstü neçə? 11 çıxaq 7. Çatmada qoşma nəymiş? Bəyək vurduq çıxır deyək kökün altından. Nəyə vursaq kökdən çıxar? 11-ci dərəcə 3 üstü 4. Çatmadı tam. Aha. Kök altında 50-ci dərəcədən 5 üstü K. Bunun qoşması nədir uşaqlar?